Əsnata hədiyyə almağa gedirdik, salonuna çıxıb, amma getmədik, ərtələdik. Çünki evimizə, daha doğrusu Nakuşgilin evini hamı tanıyır. İzləyicilərimiz gəlib, balaca mələklər gəlib, elə gözəl qızlar gəlib bizi görmək üçün. Uşaqlara da hədiyyə gətiriblər. Necə incə, necə zərif. İndi göstərəcəm uşaqlar, sizə baxarsınız. Deməli, gözəl qızlarımız. Əsnat, bırax da uşağı, öldü ya uşaq. Yo, elə tapışıblar bunlar. Zəhra ilə Aylin gəldi bizi görməyə. Görün necə gözəl günə düşdük. Sən bırax uşağı da. Yo, bunlar dayanmırlar arkadaşlar. Yo, sən onu qaldıra bilərsən. Sən 2 dənə ondan balacasan. Yağlı güneş gedir arkadaşlar. Əsnadın ad günüdür Zəhra. Bugün biraz ona ustupqa elə. Ay Allah, dəlilər tapışıb. Zəhra, bizi çoxdan izləyirsən. Doğrudan videolarımızı bəyənirsən. Mən bəyənməyi bilmədim, indi bəyənirəm. Bəyənirsən, abunəsən. Bakın, tez ananın telefonu ilə baxırsan. Anasının telefonunu gətirin bura. Arkadaşlar, artıq 300 min olmaq üçün takipçilərimdən telefonu yığıb özüm abunə oluram onların telefonuna. Bax, görüş, sizin hansınızı yolda görsəm, açsam telefonu görsəm ki, baxırsınız videolara, amma abunə deyilsiz, küsəcəm sizdən. Baxın, gir səhifəmizə. Ayıb olsun sənə, niyə abunə? Ya bu dayının telefonudur. Hə, buradan ev yox. Atamızın da telefonundan abunə olduq. Buyur. Anamızın telefonu maşında qalır. Hə, ev yox. Anamız bilə-bilə qoyub 100% telefonu maşında qorxusundan. Uşaqlarla inşallah oynayaq eləyək. Birazdan gedirik Əsnatın ad gününü almağa. Əsnat. Ay Əsnat. Doğum günün nasıl geçiyor? Hə? Mutlu musun? Mutlu musun? Evet. Mutlu musun? Hədiyyəni göstər. Gələndə bizim üçün çocukların Zəhragilin annesi belə bir hədiyyə gətiriblər. Baxın, bu Pandoralar qızıldır. Görsünüz. Çox təşəkkür edirik. Bir də bunu. Məryəminki hanı? Məryəm hanı? Məryəm depressiyaya girib, Rabiənin bu saçındakiləri gördü. Deyirəm ki, sən özün gəlməmisən. Deyir, yox, məni də apar, mən də istəyirəm sən. Amma gedən dilətdirdi, nə var? Hə, ağzını, burnunu əyib bayaqdandan üstümüzə. Amma çox gözəldir. Qolbaqlara görə təşəkkür edirik həqiqətən. Əsnat, sən qolbağını ana, Əsnat. Gətir, göstər. 2 dənədir. Hə. Əsnatda 2 dənədir. Əsnat, səndə də 2 dənədir. Tax, hə. Baxın, Əsnatın qolbağıdır bu da. Görün nə gözəl. Bu da Məryəmin qolbağı. Məryəm. Niyə? Bəyquşsan bugün ona görə. İsti. Yanır. Antenalarında çıxıb, bayaq o videoda baxdığımız böcək kimi. Bayaq böcəyə baxırdıq, nə boydan antenaların. Azərbaycandaydı. Yox, Türkiyədə bəxtimiz gətirib. Əylənin, birazdan biz gedirik Rabiənə Əsnatın hədiyyəsini almağa. Ondan sonra doğum günümüz başlıyor. Qonaqlarımız getdi, biz də çıxdıq Əsnatın o gözlənilən, gözünü yolda qoyan hədiyyəsini almağa. Deyirəm ki, mən həmişə bu sözü deyirəm, cəmaət elə bilir ki, mən yalandan danışıram da. Amma mənim izləyicilərim həqiqətən çox başqadır da, yəni həqiqətən çox başqadır. Necə mədəni, necə gözəl ailə idilər, necə... Ailələr, çox, həqiqətən Allaha qurban olum. Gözəl tərbiyə, mədəniyyət, ailə. Mehriban. Yəni, ailə, qabiliyyət, qanacaq, mehribancı, hər bir şeydə, hər bir şey var idi. Yəni, çox gözəl, sevindim ki, belə bir insanlarla tanış oldum. Uşaqlar elə... Necə deyim, ürəyi təmiz idilər ki, çox şad oldum. Mən izləyicilərimlə, dünən də izləyicilərlə görüşümüz var idi. Elə xoşbəxt oluram. Bugünkü o enerji dozumuzu aldıq. Yəni, çox təşəkkür edirəm. Kimlər ki, bizi gəlir, görür, sayır. Buradan çoxluca öpürük. Evet, Zəhra, Aylin, öpürük sizi. Banu, sən böyük biraz. Amma Banu məndən yola Banu bizdən sağlaşanda öpdük. Yəni, getdim, şükür Allah. Uşaq getdiyi üçün sevinirdi o balaca qucaqda. Gecəni uşaq ola bilərsən ki, mənim yanımdan gedəndə... Sevindim.
Sen dedim sür Brent House-u. Sen niye buraya geldin? Söz başım qarışdı söhbətə. Sür Brent House-u. Belə işlər Əslatın. atanın